Salam, Allahın salamı, rəhməti və bərəkəti hər birinizin üzərinə olsun. Bugün sizlərə inşallah Allahın izni ilə Rahman surəsinin növbəti bir hissəsinin oxunma qaydasını öyrədəcəm. Başlayaq. Bismillahirrahmanirrahim. Ya hərfidir yu, ra hərfinin üzərində cəzm var. Yur, bu sin hərfi isə, ləm hərfi lu. Yursəlu, ayn hərfidir a, ləm hərfi lə, ya hərfinin üzərində cəzm var aley, kəf hərfi ku, mim hərfində isə hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Aleykumə. Şin hərfidir şu, vav hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Şüvə. Bu qalın za hərfidir, pəltək və üzərində tənvin var, ötürəli. Sonra mim hərfi gəlib. İdğam-ı məal qunna qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Mim hərfini isə şəddəli tələffüz edirik. Nun hərfində həmçinin cəzm var, sonra nun hərfi gəlib. İdğam-ı misli məal qunna qaydasına görə nun hərfini burnumuzda uzadaraq, burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq və nun hərfini şəddəli tələffüz edirik. Şüvəzum minnə ri, ra hərfidir. Həmçinin burada da tənvin gəlib, əsrəli, sonra vav hərfi gəlib. İdğam-ı məal qunna qaydasına görə tənvindəki nun hərfini bir əlif miqdarı uzadaraq burnumuzda tələffüz edirik. Vav hərfini isə şəddəli oxuruq. Nərim və nu, ha hərfidir. Hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Və nuhəsun, sin hərfidir. Burada ötürəli tənvin gəlib. Sonra fə hərfi gəlib. Burada ihva qaydasıdır. Tənvindəki nun hərfini bir əlif miqdarı uzadaraq burnumuzda tələffüz edirik. Və nuhəsun fə, ləm əlifdir. Bir əlif miqdarı uzadırıq. Fələ. Tə hərfidir. Tə, nun hərfinin üzərində cəzm var. Sonra tə hərfi gəlib. İhva qaydasına görə cəzmli nun hərfini bir əlif miqdarı uzadırıq və burnumuzda tələffüz edirik. Tən, tə, si, ra hərfində hərfi məd var. Burada vəqfi caiz gəlib. Əgər nəfəsimiz çatmazsa burada dururuq. Və o zaman məddi arız qaydası yaranır. Nun hərfini cəzmli tələffüz edirik. Ra hərfini isə bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Oxumağa davam edəriksə, nun hərfini ni kimi tələffüz edirik. Ra hərfini isə bir əlif miqdarı uzadırıq. Təntəsirani və yaxud da ki, təntəsiran. İndi bir də oxuyaq. Yürsəlu aleykumə şüvəzun min nərim və nuhəsun fələ təntəsiran. Fəbiəyyi ələi rabbikumə tükəzzibən. Fə hərfidir. Fə, bu hərfi mədddir. Burada gördüyünüz kimi hərəkə var. Əsrə gəlib, əlifdir. Fə-i, bu pəltək zəl hərfi və burada hərfi mədd var. Bir əlif miqdarı uzadır. Fə-izə və burada nun hərfinin üzərində cəzm gəlib. Fə-izən, sonra şin hərfi gəlib. İhva qaydasına görə bir əlif miqdarı uzadaraq burnumuzda tələffüz edirik nun hərfini. Fəizən şə, qaf hərfinin üzərində şəddə var. Şəqqa, bu tə hərfidir. Ti. Şəqqati, oxunmayan əlif və ləm hərfləridir. Sonra sin hərfi gəlib və onun üzərində şəddə var. Şəqqatissə, şəqqatissə. Burada məddi muttasıl qaydası var. Mim hərfini 4 əlif miqdarı uzadırıq. Səməu, fə hərfidir. Fə, kəf hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Fəkə, nun hərfidir. Nə, tə hərfinin üzərində cəzm var. Fəkənət, vav hərfidir. Və, ra hərfinin üzərində cəzm var. Vər, bu dəl hərfidir. Də, tə hərfi, yuvarlaq tə hərfi. Vərdətən, tə hərfinin üzərində
tənvin gəlib, sonra kəf hərfi gəlib. İhva qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Kəf hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Kə, dəl hərfində isə şəddə var. Kəddi, hə hərfidir. Yenə də burada vəqfi caiz gəlib. Nəfəsimiz çatmasa burada dururuq. O zaman məddi ariz qaydası yaranır. Hə hərfini bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Nun hərfini isə cəzimli n kimi tələffüz edirik. Oxumağa davam edəriksə kəddihəni kimi tələffüz edirik. Və hə hərfini bir əlif miqdarı uzadırıq. İndi bir də oxuyaq. فَإِذَا انشَقَّتِ السَّمَاءُ فَكَانَتْ وَرْدَةً كَالدِّهَانِ. Fə hərfidir. Fə, bu bə hərfi. Fə, bi, ə, yə hərfində şəddə var. Fə, bi, ə, yə, əlif, hərfi məd işarəsi var. Bir əlif miqdarı uzadırıq. Ə, ləm hərfinin üzərində 4 əlif miqdarı uzatma işarəsi var. Məddi muttasıl qaydası yaranıb burada. Ləm əlifi 4 əlif miqdarı uzadırıq. Fə, bi, ə, yə, ə, lə, i, ra hərfi ra, bə hərfində şəddə var. Rabbiku, mim hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Rabbikuma, tə hərfidir. Tü, bu kəf hərfi. Tükə, bəltək zəl hərfi və burada şəddə var. Tükəzi, bə hərfini isə burada dururuq. Nun hərfini cəzimli tələffüz edirik. Məddi ariz qaydasına görə bə hərfini bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Təkrar sizə xatırlatmaq istədim. Fəbi-əyyi əla'i rabbikuma tükəzzibən. Fə hərfidir. Fə, bu yə hərfi. Fə-yə, vav hərfinin üzərində cəzm var. Fə-yəv, mim hərfidir. Mə, ə, bu həmzədir. İ kimi tələffüz olunur. Fə-yəvmə-i, bəltək zəl hərfidir. Burada əsrəli tənvin gəlib, sonra ləm əlif gəlib. İdğam-ı bilə qunnə qaydasına görə tənvindəki nun hərfini tələffüz etmirik. Ləm hərfini isə şəddəli oxuyuruq. Yəvmə-izillə, yə hərfidir. Yu, sin hərfinin üzərində cəzm var. Yüs-əlu, yüs-əlu. Ayn hərfidir. A, nun hərfinin üzərində cəzm var. Sonra pəltək zəl hərfi gəlib. İhva qaydasına görə nun hərfini bir əlif miqdarı uzadaraq burnumuzda tələffüz edirik. An, zə, nun hərfinin üzərində cəzm var. Sonra bə hərfi gəlib. İqlab qaydasına görə nun hərfini mim hərfi kimi, m kimi tələffüz edirik. Zəmbi, zəmbi. Və burada məddi muttasıl qaydası var. Hə hərfini 4 əlif miqdarı uzadırıq. Zəmbihi, i, əlifdir. I, nun hərfinin üzərində cəzm var. İn, sonra sin hərfi gəlib. İhva qaydasına görə nun hərfini bir əlif miqdarı uzadaraq burnumuzda tələffüz edirik. İnsun, nun hərfi, sin hərfinin üzərində tənvin var, ötürəli. Sonra vav hərfi gəlib. İdğam-ı məal qunnə qaydasına görə tənvindəki nun hərfini bir əlif miqdarı uzadaraq burnumuzda tələffüz edirik. Vav hərfini isə şəddəli tələffüz edirik. İnsum və ləm əlifi bir əlif miqdarı uzadırıq. Və lə. Burada əgər hərfi məddən sonra cəzimli bağışlayan şəddəli hərf gələrsə, burada məddi lin qaydası yaranır. Cim hərfini mütləq 4 əlif miqdarı uzatmalıyıq. Və burada dururuq. Ona görə də ayətin sonunda şəddəli hərf gəldikdə cəzimli kimi tələffüz edirik. Yəni n kimi tələffüz edirik və bir qədər vurğulu. Can kimi oxunur. İndi bir də oxuyaq. فَيَوْمَئِذٍ لَا يُسْأَلُ عَنْ ذَنْبِهِ إِنْسٌ وَلَا جَانٌّ فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا
ربكما تكذبان. Ya harfidir yu. Ayn harfinin üzerinde cezm var. Yur. Da, ra harfi ra. Yu'rafu. Yu'rafu. Lem harfinin üzerinde cezm var. Yu'raful. Mim harfidir mü. Cim harfinin üzerinde cezm var. Müc. Vurgulu telaffuz edirik. Qalqala harfidir. Ra harfidir ri. Mim harfinde harfi məd var. Bir əlif miqdarı uzadırıq. Mücrimu. Nun harfi nə. Yu'raful mücrimuna. Bi harfidir. Bə harfidir bi. Sin harfinin üzerinde, sin harfinde harfi məd var. Gördüğünüz kimi ya harfinin hərəkəsi yoxdur. Bir əlif miqdarı uzadırıq. Bisi. Mim harfinde həmçinin harfi məd var. Gördüğünüz kimi ya harfinin hərəkəsi yoxdur. Bir əlif miqdarı uzadırıq. Bisime. Hə harfidir hu. Ve mim harfinin cezim var üzerinde. Sonra cezimli mimden sonra fə harfi gəlib. İzhar qaydasıdır. Olduğu kimi oxuyuruq. Bisimehum. Fə harfidir. Fə. Bu ya harfi. Fəyu. Vav harfinin üzerinde həmzə var. Onun üzerinde ise cezim var. Ve yu. Ve fə yu kimi vav harfini telaffuz etmirik. Həmzəni isə tutub saxlayırıq. Fə yu. Xa harfidir. Xa. Bu pəltək zəl harfi. Fə yu xazu. Bə harfidir. Bi. Bi. Nun harfinin üzerinde şəddə var. Binnə. Vav harfinde. Burada harfi məd var. Bir əlif miqdarı uzadırıq. Binəvvə. Bu qalın sad harfidir. Və harfi məd var. Gördüğünüz kimi burada ya harfinin hərəkəsi yoxdur. Bir əlif miqdarı uzadırıq. Binəvvəsi. Vav harfidir və ləm əlifdir. Ləm hissəsində cəzm var. Əlif hissəsini isə ə kimi tələffüz edirik. Üstün hərəkəsi var. Vəl-ə. Qaf harfinin üzərində cəzm var. Vurğulu tələffüz edirik. Qalqala harfidir. Vəl-əqu. Dəl harfidir. Burada yenə məddi arız qaydası yaranır. Əgər burada nəfəsimiz çatmayıb durarıqsa, dəl hərfini bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Mim hərfini isə cəzimli mim kimi tələffüz edirik. Vəl-əqdəm və yaxud da ki, vəl-əqdəmi. İndi bir də oxuyaq. Yu'raful mücrimuna bisimahum feyu'khazu bin nevasi vel-əqdam. Febi'ayyi âlâi rabbikuma tukazziban. Hə hərfidir. Burada məd işarəsi var. Bir əlif miqdarı uzadırıq. Hə. Bu pəltək zəl hərfidir. Zi. Bu isə yenə yuvarlaq hə hərfi. Hə zamiri və burada gördüğünüz kimi məd işarəsi var. Bir əlif miqdarı uzadırıq. Həzihi. Cim hərfi cə. Hə hərfi hə. Nun hərfinin üzərində şəddə var. Cəhənnəmu. Həzihi cəhənnəmu. Ləm hərfinin üzərində şəddə var. Cəhənnəmullə. Tə hərfində isə hərfi məd var. Burada ya hərfinin hərəkəsi yoxdur. Tə hərfini bir əlif miqdarı uzadaraq oxuyuruq. Cəhənnəmulləti. Ya hərfidir yu. Kəf hərfi. Yükəl. Bu pəltək zəl hərfidir. Şəddəli tələffüz edirik. Yükəzzibu. Yükəzzibu bi. Hə hərfini isə bir əlif miqdarı uzadırıq. Bihə. Ləm hərfinin üzərində cəzm var. Bihəl. Mim hərfi mü. Cim hərfinin üzərində cəzm var. Qalqala edərək tələffüz edirik. Müc. Ra hərfidir. Ri. Bu mim hərfidir. Və burada vəqfi lazım gəlib. Yəni mütləq durmaq lazımdır. Ona görə də nun hərfinin n kimi tələffüz edirik və burada məddi arız yaranır. Mim hərfini bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Mücrimun.
İndi bir də oxuyaq. Həzihi cəhənnəmullətī yukəzzubu bihəl mücrimun. Yə hərfidir, yə, ta hərfidir və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Yətu. Fə hərfində həmçinin hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Yətufunə. Nun hərfidir. Yətufunə. Bə hərfidir, bə. Yə hərfinin üzərində cəzm var. Bəy, nə. Hə hərfində isə hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Beynəhə. Vav hərfidir, və. Bə hərfidir, bə. Yə hərfinin üzərində yenə cəzm var. Və beynə. Və beynə. Ha hərfidir, ha. Mim hərfində hərfi məd var. Bir əlif miqdarı uzadıraq oxuyuruq. Hami. Mim hərfində tənvin gəlib, sonra əlif gəlib. Olduğu kimi oxuyuruq. İzhar qaydasıdır. Hamimin. Burada yenə vəqf caiz gəlib. Nəfəsimiz çatmazsa dururuq. O zaman yenə nun hərfini cəzmlə tələffüz edirik və əlifi bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Hamimin ən kimi tələffüz edirik. Əgər oxumağa davam edəriksə, nun hərfində gördüyünüz kimi əsrəli tənvin gəlib, sonra fə hərfi gəlib. İhva qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Hamimin, hamimin, ənim, fə. Oxumağa davam edirik. İndi bir də oxuyaq. Yətufuna beynəhə və beynə hamimin ənim fəbiəyyi ələi rabbikuma tükəzzibən. Vav hərfidir, və. Ləm hərfi, li. Bu mim hərfi, mə. Nun hərfinin üzərində cəzm var. Sonra xa hərfi gəlib. İzhar qaydasına görə olduğu kimi oxuyuruq. Və limən. Xa hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Xafə. Və limən xafə. Mim hərfidir, mə. Qaf hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Məqamə. Ra hərfidir, ra. Bə hərfində şəddə var. Rabbi. Hə zamirində isə məd işarəsi var. Bir əlif miqdarı uzadırıq. Rabbihi. Bu cim hərfidir, cə. Nun hərfində şəddə var. Məqamə rabbihi cə. Nun hərfində şəddə var. Cənnə. Tə hərfində isə hərfi məd var. Yenə burada məddi vəqfi caiz gəlib. Əgər nəfəsimiz çatmayıb durarıqsa, məddi arız qaydası yaranır. Nun hərfini cəzmlə tələffüz edirik. Tə hərfini isə bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Cənnətən. Cənnətən. İndi bir də oxuyaq. Və limən xafə məqamə rabbihi cənnətən. Fəbiəyyi ələi rabbikuma tükəzzibən. Bu bəltək zəl hərfidir, zə. Vav hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Zəvə. Nun hərfində, bağışlayın, tə hərfində burada məddi muttasıl qaydasıdır, munfasıl qaydasıdır. Tə hərfini bir əlif miqdarından 4 əlif miqdarına qədər uzadırıq. Zəvə, zəvətə. Əlifdir, ə. Fə hərfinin üzərində cəzm var. Əf. Nun hərfidir. Əfnə. Bir əlif miqdarı uzadırıq. Bu qısa olduğuna görə oxumağa davam edəcəyik. Yəni burada durmağımıza ehtiyac yoxdur. Zəvətə əfnə. O zaman nun hərfində gördüyünüz kimi tənvin gəlib.
və sonra fə hərfi gəlib. Nun hərfindəki, tənvindəki daha doğrusu nun hərfini bir əlif miqdarı uzadaraq burnumuzda tələffüz edirik. Zəvətə əfnənin fəbiəyyi ələi rabbikuma tukəzzibən. Fə hərfidir. Və burada hərfi məd var. Gördüyünüz kimi yə hərfinin hərəkəsi yoxdur. Fi, bir əlif miqdarı uzadarıq. Fi, hə hərfidir. Hi, mim hərfində həmçinin hərfi məd var. Bir əlif miqdarı uzadarıq. Fihimə, ayn hərfidir. A, yə hərfinin üzərində cəzm var. Ay, nun hərfində hərfi məd var. Bir əlif miqdarı uzadarıq. Aynani. Fihimə aynani. Tə hərfidir. Tə. Cim hərfinin üzərində cəzm var. Qalqalə edərək oxuyuruq. Təcü. Ra hərfidir. Təcri. Yine burada qısa olduğuna görə ayət oxumağa davam edirik. O zaman nun hərfini, yə hərfini bir əlif miqdarı uzadırıq. Nun hərfini ni kimi tələffüz edirik. Təcriyəni. Fihimə aynəni təcriyəni fəbiəyyi ələi rabbikumə tukəzzibən. Fə hərfidir. Yenə fi, bir əlif miqdarı uzadırıq. Fi, hi, mim hərfini həmçinin bir əlif miqdarı uzadırıq. Fihimə. Mim hərfidir. Mi, nun hərfinin üzərində cəzm var. Sonra kəf hərfi gəlib. Nun hərfini bir əlif miqdarı uzadaraq burnumuzda tələffüz edirik. İhva qaydasıdır. Min kulli. Ləm hərfində şəddə var. Min kulli. Fə hərfində hərfi məd var. Bir əlif miqdarı uzadarıq. Fə. Bu kəf hərfidir ki. Bu isə hə hərfi. Hə. Tə hərfidir. Burada tənvin gəlib. Sonra zə hərfi gəlib. İhva qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Fəkihətin zə. Vav hərfinin üzərində cəzm var. Zəv. Cim hərfidir. Yenə burada vəqfi caiz gəlib. Əgər durarıqsa məddi arız qaydası yaranır. Cim hərfini, nun hərfini cəzmlə tələffüz edirik. Cim hərfini isə bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Davam edəriksə zəvcəni kimi oxuyuruq. İndi bir də oxuyaq. Fihimə min kulli fəkihətin zəvcəni fəbiəyyi ələi rabbikumə tukəzzibən. Mim hərfidir. Mü. Tə hərfində şəddə var. Müttə. Bu kəf hərfidir ki, əlifdir. Və burada bağışlayın həmzədir. Və burada hərfi məd var. Bir əlif miqdarı uzadır. Müttəkiinə. Müttəkiinə. Ayn hərfidir. A. Ləm hərfində cəzm hərfi məd var. Bağışlayın. Bir əlif miqdarı uzadırıq. Alə. Fə hərfidir. Fu. Ra hərfi. Ru. Bu şin hərfidir. Sonra bə hərfi gəlib. Burada tənvin var. İqlab qaydasına görə tənvindəki nun hərfini mim hərfi kimi tələffüz edirik. Furuşim bə. Furuşim mı kimi tələffüz edirik. Furuşim bə. Burada məddi muttasıl qaydası yaranıb. Ta hərfini 4 əlif miqdarı uzadırıq. Bə, ta, i, nun hərfidir. Nu. Hə hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. İnuhə, bə, ta, inuhə. Mim hərfidir. Mi. Nun hərfinin üzərində cəzm var. Sonra əlif gəlib. İzhar qaydasıdır. Olduğu kimi oxuyuruq. Min. Əlifdir. İ. Sin hərfinin üzərində cəzm var. İs. Bu tə hərfidir. Tə. Bə hərfinin üzərində cəzm var. Qalqalə edərək oxuyuruq. İstəb. Ra hərfidir. Ra. Qaf hərfini isə cəzmli tələffüz edirik. İstəbraq kimi oxunur. İstəbraq. Və burada dururuq. Vəqfi mütəkkəlib. İndi bir də oxuyaq.
متكئين على فرش بطائنها من استبرق. Vav harfidir ve bu cim harfidir. Ve c, nun harfinde harfi med var. Bir elif miktarı uzadır. Ve c, ve cene. Ləm hərfinin üzərində cəzm var. Və cənəl, cim hərfi c, nun hərfinin üzərində şəddə var. Cənnə, bu t hərfidir. T, y hərfində cəzm var. Cənnətəyni. Və cənəl cənnətəyni, dəl hərfidir. Burada vəqf caiz gəlib. Ayətimiz çox qısa olduğuna görə oxumağa davam edək. O zaman dəl hərfini bir hərf miqdarı uzadırıq. Nun hərfini isə burada gördüyünüz kimi tənvin gəlib, sonra fə hərfi gəlib. İhva qaydasına görə tənvindəki nun hərfini burnumuzda tələffüz edirik. Bir əlif miqdarı uzadırıq. Dənim fə. İndi bir də oxuyaq. Və cənəl cənnətəyni dənim fə biəyyi əla'i rabbikuma tükəzzibən. Fə hərfidir və burada hərfi məd var. Y hərfinin hərəkəsi yoxdur gördüyünüz kimi. Bir əlif miqdarı uzadırıq. Fi hərfidir. Hi, nun, fihi, nun hərfində şəddi var. Fihinnə, qaf hərfidir. Və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Qasi, ra hərfi, sad hərfidir. Qasi, ra hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq və bu t hərfi tu kimi oxunur. Qasiratu. Fihinnə qasiratu. Oxunmayan əlif və ləm hərfləridir. Sonra qalın ta hərfi gəlib və üzərində şəddə var. Qasiratu ta, ra hərfinin üzərində cəzm var. Tar, fə hərfidir. Burada vəqf-i la gəlib oxumağa davam edirik. Tarfi. Ləm hərfidir. Lə, mim hərfinin üzərində cəzm var. Ləm, bu yə hərfidir. Yə, ta hərfinin üzərində cəzm var. Qalqala edərək oxuruq. Yat, mi, bu pərtək sin, sə hərfidir. Yat, mis, bu hə hərfidir. Hu, nun hərfinin üzərində şəddi var. Yat, mis, hunnə, əlifdir. İ, nun hərfinin üzərində cəzm gəlib, sonra sin hərfi gəlib. İhva qaydasıdır. Nun hərfini burnumuzda tələffüz edirik. Bir əlif miqdarı uzadırıq. İnsun, sin hərfində həmçinin tənvin gəlib, ötürəli. Sonra qaf hərfi gəlib, yenə ihva qaydasıdır. Burnumuzda tələffüz edirik tənvindəki nun hərfini. Bir əlif miqdarı uzadırıq. İnsun, qa, bə hərfində cəzm var. Qalqala edirik. Qabləhum, qabləhum, və vav hərfidir. Və ləm əlif, bir əlif miqdarı uzadırıq. Və lə, cim hərfidir. Burada məddiliyin gəlib, yaranıb, cim hərfinin 4 əlif miqdarı uzadırıq. Burada vəqf-i caiz gəlib, nəfəsimiz çatmazsa dururuq. O zaman nun hərfini üzərində, əgər burada durarıqsa, üzərində şəddə gələrsə, nun hərfini cəzimli tələffüz edirik və vurğulu tələffüz edirik. Cən kimi vurğulu tələffüz edirik. İndi bir də oxuyaq. Fihinnə qasirətut tarfi ləm yatmishunna insun qabləhum və lə can. Fəbiəyyi əla'i rabbikuma tükəzzibən. Kəf hərfidir. Kə, bu isə əlifdir. Ə, nun hərfinin üzərində şəddə var. Kəənnə, hə hərfidir. Hu, nun hərfində yenə şəddə var. Kəənnəhunnəl, ləm hərfinin üzərində cəzm var. Yə hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Kəənnəhunnəl yə, qaf hərfində həmçinin hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Yəqutu. Vav hərfidir. Və ləm hərfinin üzərində cəzm var. Vəl, mə,
Ra hərfinin üzərində həmçinin cəzm var. Cim hərfidir. Burada oxumağa davam edirik. Mərcənu deyə bir əlif miqdarı cim hərfini uzadırıq. İndi bir də oxuyaq. Kəənnəhunnəl yəqudu vəl mərcənu fəbiəyyi ələi rabbikumə tukəzzibən. Hə hərfidir. Hə, ləm hərfinin üzərində cəzm var. Həl, bu cim hərfidir. Cə, zə hərfidir. Və burada məddi muttasıl qaydasıdır. Zə hərfini 4 əlif miqdarı uzadırıq. Cəzəu, ləm əlifdir. Ləm hissəsində cəzm gəlib. Əlif hissəsi isə əsrəlidir. İ kimi oxunur. Cəzəul, i, ha hərfinin üzərində cəzm var. Sin hərfidir və hərfi məd var. Bir əlif miqdarı uzadırıq. İhsani, bu nun hərfidir. Ni. Əlifdir. İ, ləm hərfində şəddə var. Şəddəli tələffüz edərək bir əlif miqdarı uzadırıq. İllə, ləm əlifdir yenə. Ləm hissəsində cəzm gəlib. Əlif hissəsini i kimi tələffüz edirik. Əsrəlidir. İlləl, i, ha hərfidir. Üzərində cəzm var. Bu sin hərfidir. Və yenə burada vəqf caiz gəlib. Nəfəsimiz çatmazsa burada dururuq. Nun hərfini n kimi tələffüz edirik. Sin hərfini bir əlif miqdarının 4 əlif miqdarına qədər uzada bilərik. Əgər davam edəriksə ihsanu kimi tələffüz edirik. İndi bir də oxuyaq. Həl cəzəul ihsani illəl ihsan. Fəbiəyyi ələi rabbikumə tukəzzibən. Bu qədər. Sağ olun. Allaha əmanət olun.